Hər vaxtınız xeyir olsun, əziz izləyicilərim. Bu günləri istədim çeburuki hazırlayam, sizə göstərəm, story çəkəm. Çeburuki də bilirsiniz ki, bizim dilimizdə çeburuki yəni qutavdır, amma ruslar qutava çeburuki deyirlər. Başqa özbəklər, qırğızlar, taciklər bilən bilir yəqin ki. Bu günləri qısaca da bir story çəkmək istədim. İndi o çeburuki hazırlayım və sizə göstərim. Demək, testanı hazırlayırıq. Duz, yağ, undan ibarətdir. Bir yarım saatı dincəltdik. Naçinkasının kremi için cücə farşından, filəsindən, toyuq filəsindən hazırladım. Üzr istəyirəm. Demək, ona soğan bolluca, soğanı çox da nazik şəkildə etmirlər. Göy soğan, adi soğan, duz, istiot, biraz yağ, biraz su əlavə edirlər ki, soçma olsun da. Biz də elə həmin bundan istifadə elədik. Uzun istoriya olmasın deyənə bir sizə göstərirəm. Və sonra necə hazırladığımı bişirəndə yenidən sizə story çəkib göstərəcəm. Çünki belə olsa daha çox vaxt aparacaq. Bu mayasız xəmir olduğuna görə biraz bərk hazırlanır. Amma bişəndə yağda bişir. Bişəndə daha gözəl, xırçıltılı olur, çox gözəl olur. Mən həmişə bunu maya ilə biz bu tabuda, yəni hazırlayanda quru şəkildə azcana yağ vururuq. Amma bunu elə eləmək olmur. Bunu gərək yağın içində bişirilər. Ona görə bu işlərini çəkib sizə göstərirəm ki, çeburukini bax beləcə hazırladım. İndi hər halda bişirəndə də sizə göstərərəm ki, necə olur. Çox soçma olur, çox dadlı olur. Bolluca qoyuruq. Bax belə. Qabaq mən bunları çox böyük şəkildə eləyərdim. Sonra fikirləşdim ki, ev üçün bişiririk də bunu. Baxın, bax belə alınır. Görürsünüz? Hələlik sizlə sağollaşıram. Hazırlayanda, bişirəndə mən sizə yenidən bunun bişirilməsi qaydasını göstərəcəm və necə alındığını göstərəcəm. Hələlik izləmədə qalın.